1 litri 30.000 manata satılan qan. Mal xərçənginin mavi qanı. Dünyanın ən bahalı mayələrindən birinin bir canlının qanı olduğunu bilirdinizmi? Mal xərçəngi tibb dünyasında gizli qəhrəman kimi tanınır və onun qanına boşuna mavi qızıl demirlər. İnsan qanı dəmirə görə qırmızıdır, amma mal xərçənginin qanı mis tərkibli olduğuna görə mavidir. Bu qanın içində elə bir mexanizm var ki, gözlə görünməyən mikrobları belə dərhal aşkarlayır. Məhz bu xüsusiyyətinə görə həkimlərin vurduğu iynələr, peyvəndlər və əməliyyat alətləri istifadə olunmazdan əvvəl bu qanla yoxlanılır. Dərmana bir damcı mavi qan əlavə edilir. Əgər qan jelə kimi laxtalanarsa, deməli içində mikrob var və o dərman insana vurula bilməz. Bu test sayəsində insanlar ağır infeksiyalardan, yüksək qızdırmadan və həyati risklərdən qorunur. Hər il minlərlə nal xərçəngi tutulur. Qanlarının bir hissəsi alındıqdan sonra yenidən dənizə buraxılır. Lakin çoxu ciddi şəkildə zəiflədiyi üçün əvvəlki həyatına qayıda bilmir və bir hissəsi məhv olur. Bu nadir qanın 1 litri təxminən 15.000 ABŞ dollarından 20.000 ABŞ dollarına qədər, yəni 25.500 manatdan başlayaraq 30.000 manata qədər dəyər qazana bilir. Beləliklə, milyonlarla insanın təhlükəsiz peyvənd alması və sağ qalması, çoxumuzun adını belə bilmədiyi bu maraqlı canlının mavi qanından asılıdır. Bu cür videoların davamı üçün faydalı info kanalını izləməyi unutmayın.